Xankəndi Zəfər Parkı 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni əks etdirir. Bu fikirləri Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında tikinti, bərpa və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telman qızı səsləndirib. Xankəndi Zəfər Parkı özünün memarlıq üslubu ilə seçilir. Xankəndi Zəfər Parkında inşa edilən hər bir detalın xüsusi rəmzi mənaları var. Azərenerji tərəfindən işğaldan azad edilmiş ərazilərdə 12 yarım stansiya, 38-i su elektrik stansiyası olmaqla ümumilikdə 50-dən artıq enerji obyekt istismara verilib. Hazırda da 8 su elektrik stansiyasında işlər davam etdir. Bu fikirləri Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Teymur Abdullayev bildirib. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasına uyğun olaraq Xankəndi şəhərinin müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarım stansiya tikilib. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Bu fikirləri Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında tikinti, bərpa etmə və idarəetmə xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Afət Telman qızı səsləndirib. Kərkicahan qəsəbəsində təmir işlərinə bu ilin may ayında başlanılıb. Qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Qarabağ Universitetinin yeni açılan Biznes və İqtisadiyyat fakültəsində 505 tələbə 7 ixtisas üzrə təhsil alacaq. Bu fikirləri Biznes və İqtisadiyyat fakültəsinin dekanı Kamran Məlikov səsləndirib. Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni inzibati binası inşa ediləcək. Bu fikirləri Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev binada yaradılacaq şəraitlə bağlı ətraflı məlumat verərkən deyib. Elvin Qudratov, Həcər Həsənov və Şamxal Adıgözəlov bu gün informasiya proqramı üçün.